Bu 2 dəyişənli yox, 3 dəyişənli sistem tənliyi idi. Elə isə bunu 2 dəyişənli bir sistem tənliyə çevirək. Öncə verilən bərabərlikləri yenidən yazaq və bu bərabərlikləri ardıcıl sıralayaq. Birinci, ikinci, üçüncü. Burada işimə yaradığı üçün dəyişənlərin birindən qurtulmaq istəyirəm. Görürəm ki, müsbət z-dir, müsbət z-dir, mənfi z-dir. Burada biz birinci və üçüncü bərabərliyi ayrıca toplasaq və həmçinin ikinci və üçüncü bərabərliyi ayrıca toplasaq, z-lər islah gedəcək. Ona görə gəlin hər bir addımı ayrılıqda yerinə yetirək. İlk öncə birinci və üçüncü bərabərliyi toplayaq. X plus y plus z plus x plus 2y minus z bərabərdə 6 üstəgəl 2. Z-lər gedir, qalır 2x üstəgəl 3y bərabərdir 8. Bu ilki idi. İndi ikinci və üçüncü bərabərlikləri toplayaq. 2x çıxılsın y üstəgəl z üstəgəl x üstəgəl 2y çıxılsın z bərabərdir 5. 3x üstəgəl y z-lər islah gedir, bərabərdir 5. İndi bu iki tənliyi birləşdirək. İlk öncə ikinci ifadədə hər tərəfi 3-ə vuraq. 9x üstəgəl 3y bərabərdir 15. İndi ikinci ifadədən birinci ifadəni çıxaraq. 9x üstəgəl 3y çıxılsın 2x çıxılsın 3y bərabərdir 15 çıxılsın 8. 3y-lər islah gedir, 7x bərabərdir 7. Yəni x bərabərdir 1. Burada x-in yerinə qoyub y tapaq. 2x üstəgəl 3y bərabər 8. 2 üstəgəl 3y bərabər 8. 3y bərabərdir 6, y bərabərdir 2. İndi bir anlığına unutduğumuz z dəyişəninin də qiymətini tapa bilərik. X və y tapdığımıza görə birinci bərabərlikdən istifadə edərək x üstəgəl y üstəgəl z bərabər 6 idi. X-in yerinə 1, y-in yerinə 2 qoyaq. 1 üstəgəl 2 üstəgəl z bərabərdir 6, z də bərabərdir 3-ə. Yəni həllimiz 1, 2, 3.